Nəhcül Bəlağənin şərhində belə bir hədis danışılır. Əleyhissalam danışır. Buyurur ki, Peyğəmbərin yanında oturmuşduq. Fəzəkkərnə Dəccal, Dəccalı yad elədik. Dəccal bilirsiniz də kimdir? Dəccal axirət zamanda gələcək bir varlıqdır ki, insanları haqq yoldan azdırır. Varlıq deyəndə ki, ona bir fərddə deyirlər, amma çox alimlər deyir ki, o mühitdir, mühitin adıdır. Yəni elə bir zaman gələcək ki, zaman özü xüsusiyyətləri budur ki, o Dəccal olacaq. Haqqın nahaqqa haqq göstərəcək ki, necə dünyada görürsünüz, haqqın nahaqqa haqq göstərirlər. Əleyhissalam deyir ki, biz bu barədə danışarkən Peyğəmbər istirahət edirdi. Birdən durdu ayağa, oturdu, ayaq üstə dayandı. Üzü qızarmış halda dayandı. Yəni üzü qızardı Peyğəmbərin. Hansı adamın üzü qızardı? Ələm nəşrəh ləkə sədrək. Biz sənin qəlbini genişləndirmədiyimi. Hər hadisə onu özündən çıxartmaz. Bu adamın üzü qızaran halda durdu ayağa. Buyurdu ki, Qeyrud Dəccal əxfəfu indi aleykum minəd Dəccal. Dedi ki, mən sizlər üçün Dəccaldan başqasından qorxuram. Dəccaldan niyə danışırsınız? Mənim qorxum başqa şeydəndir sizin üçün. Nə? Kimlərdən qorxursunuz? Qorxursunuz, yəni sizin üçün qorxuram. Əimmətu muzillunəhum ruəsau əhlil bidah. Deyir, zəlalət imamlarından qorxuram ki, haqqın içində bidət yaradırlar. Sizin üçün dini təbliğ edənlərdən qorxuram ki, din adı ilə başqa şey təbliğ edirlər. Onlardan qorxuram. Onların vurduğu ziyan Dəccaldan çoxdur. Niyə Dəccaldan danışırsınız? Sizi azdıranlardan qorxuram. Onlar bidət əhlidirlər. Onlar haqq din adı ilə başqa din təbliğ edirlər. Onlar batili haqqa qarışdırıb sizə təqdim edirlər. Əleyhissalamın sözüdür. Buyurur ki, "Va'lamu la ta'rifur rushd hatta ta'rifullazi tarakah." Buyurur ki, bilin, siz hidayəti tanımayacaqsınız. O vaxta qədər ki, hidayətdən çıxanları tanıyasınız. Hidayətdən çıxanları tanımayana qədər hidayəti tanımayacaqsınız.